Akıl Bakdatı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Salam mənim əziz və gül balalarım. Xoş gördük sizləri. Mübarək Ramazan ayının çatması münasibətilə siz əzizləri təbrik edirəm. Və Balaca Ulduzun Sirri adlı hekayəni mən Sümeyyə bacınız sizlər üçün danışacağım. Ramazan ayının ilk gecəsi idi. Səmada minlərlə parlaq ulduz və Ramazan hilalı görünürdü. 7 yaşlı Əli pəncərənin önündə oturub böyük maraqla səmaya baxırdı. Birdən anası onu səslədi. Əli, balam gəl yat. Sabah sübh tezdən oyanacağıq. Əli təəccüblə soruşdu. Sübh? Niyə bu qədər tez oyanırıq ana? Anası gülümsəyərək cavab verdi. Çünki Ramazan ayı başladı. Səhər oruç tutmaq üçün sübh azanından əvvəl oyanıb imsak etməliyik. Əli çox sevindi və səhər oyana bilmək üçün tez yatağına qaçdı. Ertəsi gün hələ hava qaranlıq idi ki, Əli gözlərini açdı. Səhər duası oxunurdu və mətbəxdə hazırlıq gedirdi. İmsakdan sonra Əli biraz yatdı. Amma səhər oyananda ac və susuz idi. Mətbəxə getdi ki, bir şey yesin. Amma anası onu saxladı və dedi. Əli, sən orucsan, səbr etməlisən. Əli yenə təəccübləndi. Ana, bəs nə vaxt yeyə bilərəm? Mən çox acam. Anası mehribanlıqla izah etdi. Əzizim, gücün çatdığı qədər səbr etməlisən. Oruç tutmaq təkcə ac qalmaq deyil, həm də səbr etməyi öyrənməkdir. Əgər bacarsan, gün batana qədər dözməlisən. Anası davam etdi. Oruç tutmaq sadəcə yeməkdən və içməkdən imtina etmək deyil. Yaxşı davranmaq, başqalarına kömək etmək və mehriban olmaq da oruç tutmaq qədər vacibdir. Əli düşündü və öz-özünə dedi. Nə qədər gözəl, oruç tutmaq mənə təkcə səbr etməyi deyil, həm də yaxşı insan olmağı öyrədir. Anası Əliyə gülümsəyərək belə dedi. Oruc balaca bir ulduz kimidir. Kiçik görünə bilər, amma bir çox ulduz bir araya gəldikdə gecəni işıqlandırır. Əli həmin gün yaxşı bir ulduz olmağa qərar verdi. Bacı qardaşına mehriban davrandı. Anasına mətbəxdə kömək etdi. Heç kimə acıqlı olmadı və səbirli davrandı. Axşam oldu və Əli ailəsi ilə birlikdə iftar süfrəsinə oturdu. Azan oxundu və Əli ilk qurtum suyunu içdi. Bu günə qədər heç vaxt suyun bu qədər ləzzətli olduğunu hiss etməmişdim, deyə öz-özünə düşündü. O gecə yenidən səmaya baxdı və balaca ulduzunu gördü. O indi minlərlə başqa ulduzun arasında parlayırdı. Əli başa düşdü ki, oruç tutmaq təkcə ac qalmaq deyil, həm də qəlbi nurla doldurmaqdır. Bəli, əziz balalar, Ramazan ayı həm insanlıq və mərhəmət dolu gözəl bir aydır. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Hekayəmiz barədə şəkil çəkib bizə göndərməyi unutmayın.